Uşaqlar, bugünkü mövzumuz millətin təşəkkülü və xalq hərəkətıdır. Azərbaycan millətinin formalaşması prosesində özünə məxsus xüsusiyyətləri var idi. İlkin olaraq Azərbaycan iki yerə bölünmüş və ərazi bütövlüyü pozulmuşdu. İkinci olaraq Şimali Azərbaycan Rusiya müstəmləkəsidir. Üçüncü olaraq isə Azərbaycan torpaqları müxtəlif quberniyalara bölünmüşdü. Bölgələr arası iqtisadi mədəni əlaqələrin güclənməsi Azərbaycan milli dilinin inkişafına şərait yaratdı. Axundzadə əsərləri Həsən Bəyzadənin milli mətbuatı yaratması 1875-də ədəbi dili xalq dilinə yaxınlaşdırdı. Bu Azərbaycan millətinin təşəkkülünün ilkin mərhələsi kimi milli dilin inkişafına təkan verdi. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycan sosial-iqtisadi həyatında baş verən dəyişikliklər kapitalist cəmiyyətinə məxsus təbəqələrin formalaşmasına zəmin yaratdı. Bu dövrdə Şimali Azərbaycanda millətin təşəkkül prosesi iki ictimai qrup yarandı: fəhlə təbəqəsi, milli burjuaziya və ziyalılar təbəqəsi. Axundzadə, Ağayev, Şaxtaxtinsk və Topçubaş kimi ziyalılar fəaliyyəti xalqın müstəmləkə zülmündən azad olması, mübarizəyə səfərbər edilməsi, ilkin növbədə onu maarifləndirmək, milli şüurun oyadılması və milli dilin inkişafına qarşı yönəlmişdi. Həsən bəy Zərdabinin Avropa təhsil sistemi və mədəniyyətin ana dilindən mənimsəməsi fikrini irəli sürür. Qərbdə mədəniyyətin inkişafına hürriyyətin mövcud olması əlaqələndirir və elm və təhsilin tərəqqi üçün əsas şərt sayırdı. Milli azadlıq hərəkatının başlamasına baxaq. Şimali Azərbaycanda millətin formalaşması prosesi eyni vaxtda 19-cu əsrin son rübündə Şimali Azərbaycan milli azadlıq hərəkatı başladı. Rusiya müstəmləkəsi ərazisində qarşı baş verən bu hərəkat 3 mərhələyə bölünürdü. 1875-1904, 1904-1917 və 1917-1918. Bu 3-cü mərhələ ilə bağlı biz sonradan keçəcəyik əsas mövzunu. İndi baxaq birinci mərhələyə. Əkinci qəzetinin nəşri ilə başlamış. Bu mərhələnin səciyyəvizəsi milli oyanış təşkil edirdi. Bu dövrdə ziyalıların fəaliyyətinin 3 istiqaməti mövzusu idi. Birinci milli şüurun, yəni milli özündəki oyatmaq, ikinci milli dili inkişaf etdirmək və xalqı maarifləndirmək idi. 19-cu əsrin ikinci yarısında Axundzadənin millət anlayışı ifadəsi etdikdən sonra Azərbaycan milləti ifadəsi ictimai fikirlərə möhkəmləndi. 1980-ci ildə nəşr olunan Şəkil qəzetində, yəni 1891-ci ildə ilk dəfə Azərbaycan milləti ifadəsi işlədildi. Bu da bununla da gündəmə gəlmiş oldu. Kasper qəzetində Şaxtaxtinskinin çap etdirilmiş Zayafqaziya müsəlmanları necə adlandırılır məqaləsi isə türk dilli əhalinin Azərbaycanla, onun dilinin isə Azərbaycan dili adlanmağa başladığı bir zaman idi. 19-cu əsrin 80-ci ildə nəşrə başlayan Tağıyevin naşirliyi ilə öz üzərinə aldığı Kasper qəzeti ətrafında Ağayev, Topçubaşov, Zərdabi, Hüseynzadə kimi ziyalılar toplaşmışdı. Milli burjuaziya nümayəndələri Tağıyev, Nağıyev, Əsədullayev, Muxtarov təhsil və xeyriyyə sayəsində fəallıq göstərirdi. Onlar məktəblərin açılması, istedadlı gənclərin Avropa və Rusiya ali müəssisələrində öz hesablarına maliyyə yardımı göstərir və onlara hətta mətbuata da hamilik edirdilər. İndi ikinci mərhələyə baxaq. İkinci mərhələdə nə idi? Bu mərhələdə xalq milli müstəqillik, dövlətçilik uğruna mübarizəyə qaldırmaq üçün ümummilli ideya lazım idi. Bu ideyaya türkləşmək, İslamlaşmaq və müasirləşmək kimi fikirləri irəli sürən Əli bəy Hüseynzadə hazırladı və Məmməd Əmin Rəsuladə onun siyasi doktorina şəklində həyata keçirdi. İndi xalq hərəkatlarına baxaq. Zaqatala üsyanına baxaq, 1863-cü ildə baş vermişdi. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycan Çar Rusiyasına qarşı mübarizə davam edirdi. Azərbaycan sosial-iqtisadi və siyasi cəhətdən daha ziddiyyətli bölgəsi olan Zaqatala dairəsi bu mübarizəyə silahlı üsyana çevirmişdi hətta. Qeyd olaraq deyək ki, Zaqatala dairəsi 1860-cı ildə yaranmışdı. Çar hökumətinin qərarı ilə Cənubi Qafqazda təhkimçilik ilk növbədə Gürcüstanda ləğv olunmağa başladı. Çar hökuməti 1863-cü ildə Gürcüstanda kəndli islahatların keçirilməsi qərarından sonra Zaqatala dairəsində kəndlərdə islah keçiriləcəyini planlaşdırılmışdı. Bu məqsədlə Zaqatala dairəsi hökumət komissiyası göndərildi. Bu komisiyanın qərarına əsasən İngiloylar və Muğalların gəlirlərindən 10 qat həcmində bir dəfəlik vəsait vermək və təşkil sahiblərinin asılılığından azad ola bilərdilər. Qərar torpaq sahiblərinin əsas gəlir mənbəyindən onlardan alınmasına yönəldiyi üçün və bu da böyük bir narazılığa səbəb olmuşdu. İndi 1863-cü ildə Zaqatala üsyanının səbəblərinə baxaq. Çar hökumətinin yerli əhalinin yaylaq və qışlaq torpaqlarını onlardan alması, dini ibadətlərin məhdudlaşdırılması, məscidlərin bağlaması, əvəzinə kilsələrin tikilməsi, əhalinin zorla xristianlaşdırılması, məmurların özbaşınalığı, rüşvətxorluq, həmçinin kəşfi torpaq sahiblərinin İngiloy və Muğallar üzərindəki hüquqlarının ləğv edilməsi buna bir məqsəd, yəni bir səbəb rolunu oynamışdı. Balakəndə kilsənin tikilməsi Zaqatala üsyanının başlaması üçün bəhanə olmuşdu və 1863-cü ildə iyununda Zaqatalada Hacı Murtuzun vasitəsilə üsyan başladı. Hacı Murtuz əvvəl Rus, belə onun haqqında bir məlumat verək, əvvəllər Rus ordusuna keçmiş sabit olmuşdu. Əhali arasında böyük nüfuza malik idi və əhalinin daha geniş təbəqələrini üsyana cəlb etmək məqsədi ilə imam elan olunmuşdu. Üsyan əhalinin bütün zümrələrini, kəndlərlə yanaşı kəşfi sahibləri, ruhanilər, yerli imtiyazlı şəxslər də iştirak edirdi. Üsyançılar Osmanlı dövləti və Şimali Qafqazda Çar müstəmləkələrinə qarşı davam edən Mürdüz hərəkatında iştirakçıları ilə əlaqə saxlayırdılar. Üsyançılar bölgədə yerləşən Çar qoşunlarının əsas dayağı olan Zaqatala qarşısına hücum etdilər. Bu zaman erməni tacirləri Çar qoşununu xəfiyyə edərək üsyançıların hücum
planlar əvəzdən Rus hökumətinə bildirdilər. Güclü top atışı nəticəsində üsyançılar geri çəkildi. Hökumətin üsyançılara qarşı əlavə qüvvə göndərməsi böyük təhlükələrə üsyanın yatırılmasına səbəb oldu və üsyan rəhbərləri bir çox edam etdirildi. Hacı Murtuz daxil olmaq mindən çox üsyançı Sibirə sürgün olundu. İndi qatar üsyanının səbəblərinə baxaq. Hamısı eyni üsyan səbəbləri, qeyri-mütəşəkkil və lokal, yəni yerli xarakter daşıması, üsyançıların zəif silahlanması, hər cür silaha və nizami orda malik kursların hərbi üstünlüyü nəzərə alınmaması, üsyan rəhbərinin məqsədli şəkildə, yəni planlı şəkildə həyata keçirə bilməməsi bu üsyanın. Üsyanın nəticəsinə baxaq, Çar hökuməti yerli əhaliyə qarşı dini və torpaq siyasətini yumşaltmağa məcbur oldu və 1913-cü ilə qədər kəndli statı Zaqatala dairəsindən keçirməkdən çəkindi. İndi baxaq burada kəşkül, yəni iri torpaq sahibləri, kəşkül sahibləri, İngiloylar qədim Alban İslam qəbul etmiş nəsilləri idi. Muğallar Carbalaçanda qədim türk soylu sakinləri idi və lokal sözü yerli müəyyən edilmiş sərhəddən kənarı çıxmayan bir mənanı kəsb edir. İndi kəndli hərəkatına baxaq, yəni qaçaqçılıq hərəkatına. 1970-ci ildə keçirilən kəndli statları gözlənilən nəticəni vermədi və kəndlilər əvvəlki kimi mülkələrə dövlət vergi verməkdən davam etdi. Bu isə sosial narazılığa səbəb oldu, 1980 sonlarına narazılıq ən yüksək həddə çatdı. Bu dövrdə Şimali Azərbaycanda kəndli hərəkatının əsas cavabları bunlar idi. Rus kəndlərin köçürülməsi, davam edilməsi kəndlərin torpaqsızlaşmasına və az torpaqlı olmasına səbəb oldu. Vergi və mükəlləflərin ağırlığı, müstəmləkə zülmü buna daxil idi. Bu dövrdə Azərbaycan kəndlərinin müstəmləkə zülmünə qarşı mübarizəsi əsas bunlar idi. Vergi və mükəlləfiyyətləri ödəməkdən imtina etmək, hökumət məmurlarına, mülkçülər, yəni ağ və bəy evlərinə hücum edib onları torpaqlara ələ keçirmək, dağlara və digər yerləri çəkilərək qaçaqçılıq etmək bu mübarizənin əsas formalarından idi. Bu dövrdə Azərbaycan kəndli hərəkatının ən yayılmış forması qaçaqçılıq idi və qaçaqçılar xalq intiqamçıları adlanırdı və qaçaqçılıq hərəkatı haqqında məlumat verək. Xalqın mənafeyinə və ədalətə qorumaq uğrunda mübarizə forması və silahlı və hərbi mübarizə idi. Yerli feodal zülmündən, yəni yerli mülkədar və bəylərin zorakılığına Rusiyanın milli müstəmləkə siyasətinə qarşı yönəlmişdi. Şimali Azərbaycanda bütün bölgələr üçün səciyyəvi olsa da yerli və korpus xarakteri daşıyırdı və mütəşəkkil deyildi. Hətta bütün kəndləri əhatə edə bilmirdi. Buna baxmayaraq Azərbaycan xalqının müstəmləkəçiliyə və milli özünü qorumağa, istismara və çarizmə qarşı müqavimət imkanı nümayiş etdirirdi. Qaçaq hərəkatları xüsusilə fərqlənirdi. Kimlər idi bu fərqlənənlər? Qaçaq Nəbi Zəngəzur qəzasında, Qaçaq Kərəm Qazax qəzasında və Qaçaq Dəli Alı Yezəvətli qəzasında olmuş qaçaqçılar idi. İndi fəhlə tətillərinə baxaq. Torpaqdaşan kəndlilər sənaye müəssisələri işləməyə başlayır və nəticədə yeni sosial təbəqə Azərbaycanın fəhlə sinfi formalaşırdı. İlk dövrdə neft sənayesində çalışan fəhlələrin çoxu Bakı tərəfinin sakinləri idi. Zavodların çoxalması Rusiyanın daxili quberniyalarından və Cənubi Azərbaycanın işğalından gələnlər fəhlə sayını artırdılar. Nəticədə Bakı tədricən çox millətli şəhərə çevrildi. Bu dövrdə Şimali Azərbaycanda fəhlələrlə mübarizəsinə səbəb olan amillər bunlar idi. İqtisadi və siyasi hüquqların olmaması, ağır şəraitdə, yəni 12-14 saat işləyərək az əmək haqqı almaları, qadın və uşaq əməyindən geniş istifadə olunması idi. Fəhlələrin əsas mübarizə forması fəhlə tətilləri idi. 1970-ci ildə Bakıda, Nuxada, yəni Şəkidə, Gədəbəydə fəhlələrin iş tətilləri baş verdi və bu tətillər yalnız iqtisadi tələblər irəli sürürdülər fəhlələr bu tətillərlə. 1990 sonlarında ilk tətillər mütəşəkkil xarakter daşımağa başladı və 1895-ci ildə Bakıda tütün fabrikinin fəhlələri Azərbaycan tarixində ilk mütəşəkkil tətil həyata keçirdilər. Bu tətil hərəkatı şəhərdə hərbi vəziyyət elan olması ilə nəticələndi və müəssisə rəhbərləri yeniyetmə fəhlələrinin maaşını artırmağa razılıq verdilər. Tətil nə idi? Tətil haqqında deyək. İşə götürən və ya hökumətə hər hansı bir tələblər irəli sürməklə kollektiv şəkildə işin dayandırılması idi. Dərsimiz budur. İki dərsin birləşməsindən qurulmuş bir dərsdir. Maraqlı məlumatlar var və vacib məlumatlar var. Bunlara baxaraq siz dərsləri daha mükəmməl öyrənə bilərsiniz. Ümidvaram sizin üçün faydalı olar. Oldu, sizə uğurlar arzulayıram.